Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq. Ümummilli lider Heydər Əliyev. Jalə, Bəli, Xatirə müəllimə. zəhmət olmasa təlim-tərbiyə işləri üzrə direktor müavini Aytən müəlliməni və Rəna müəlliməni yanıma çağır. Oldu. Buyurun. Salam. Salam. Keçin, əyləşin. Bildiyiniz kimi bu il məktəbimizin 65 illik yubileyi keçiriləcək. Fikirləşirəm ki, biz bu yubileyə fərqli yanaşaq. Hətta fikirləşirəm ki, bununla bağlı maraqlı bir film çəkilsin. Siz bu barədə nə düşünürsünüz? Məncə yaxşı olar. Məncə də çox maraqlı təklifdir. Onda gəlin vəzifə bölgüsünə edeyim. Rəna müəllimə, siz məktəbi bitirmiş məzunlarla görüşün. Hətta xaricdə yaşayan məzunlarımızla əlaqə saxlayıb, onların da bu filmdə çəkilməsini təmin edin. Təqaüdə çıxmış müəllimləri də unutmayaq. Onların da bu filmdə çəkilməsini təmin etməliyik. Oldu. Siz isə çəkiliş heyəti ilə bərabər məktəbdən aparıcı uşaqlar seçin. Məktəbin, bütün məktəb heyətinin bu çəkilişə, bu filmə hazır olmasını məsuliyyəti sizdədir. Oldu Xatirə müəllimə. Məktəb təhsil ocağı olmaqla yanaşı, həm də cəmiyyət qarşısında sosial məsuliyyəti olan bir qurumdur. Belə ki, məktəb sosiallaşma, mədəniləşmə, etik dəyərlərin ötürülməsi, ekoloji şuurun yaradılması və sosial dəyişikliklərə uyğunlaşmanın asanlaşdırılmasında bir icma funksiyasını daşıyır. Bakı şəhəri Xətai rayonu 27 nömrəli tam orta məktəb 65 il ərzində minlərlə uğurlu məzunların məktəbi adını almışdır və onların şəxsiyyət kimi formalaşmasında sosial məsuliyyətini yüksək səviyyədə yerinə yetirmişdir. Məzunların məktəbə qayıdışı fərqindəliyə yönəlmiş ən böyük tədbirlərdən biridir. Çünki bu hazırda təhsil alan şagirdlərimizin cəmiyyətin uğurlu fərdi kimi formalaşmasında bilavasitə əyani nümunələrlə istiqamətləndirici təsirə malik hadisədir.
Baba, Galatasaray'ın axırıcı golunu gördün də? Ayda, o neydi? Fantastik oyun. Bugün idman dərsində mən də belə qol vuracağam. Baxarıq. Əşi, idman dərsi 4-cü saatdadır. Birinci dərs fizikaya girəcəyik. Fizika? Fizikanı mən öyrənmişəm, amma yadımda qalmayıb. Riyaziyyatdan F tapşırığı yazmısan? Yazdım, amma sona qədər yox. Ümid edirəm ki, bir gün yoxlamayacaqlar. Xəbərim var, Rənə xanım soyuqluyub. Deyirsən, dərs olmayacaq? Niyə olmayacaq ki? Ya sinifi birləşdirəcəklər, ya da ki, Namiyə müəllimə dərs keçəcək. Zəri, ay Zəri, harada qalmısan sən? Axı biz hələ ssenari üzərində məşq eləməliyik. Səni bilmirəm, mən bütün axşamı oturub öyrənmişəm. Özü də bu adi film deyil, bu bizim məktəbimizin 65 illiyinə həsr olunur. Bəli, bilirəm. Hətta eşitmişəm ki, böyük hazırlıq gedir. Buna görə də müxtəlif illərdə məktəb üçün məzunlar gələcəklər. Onda getdik. Hı. 27 nömrəli məktəblə mənim hekayəm 6 yaşımdan başlayıb. İlk addımlarımı şagird kimi başlamışam. 27 nömrəli məktəb bəzən deyirlər ikinci ev. Mən deyərdim ki, bu məktəb mənim birinci evimdir. 35 illik bir ömür var bu məktəbdə. Bu məktəbin hər küncü, hər divarı o qədər mənə doğmadır ki, mən sözlə də ifadə edə bilmirəm. Bu məktəbdə hər bir uşağın öz hekayəsi yazılır və bu hekayələrin uğurla bitməsinə məhz müəllimlər kömək eləyir və bəzən bir cümlə, bir təbəssüm kifayət edir. Mən həqiqətən də fəxr edirəm ki, mənim 35 il ömrüm məhz 27 nömrəli məktəbdə keçib. Məktəbdən son ilk Azərbaycan bölməsinin müəllimlərindənəm. Bu məktəbin məzunlarının səsi sorağı dünyanın müxtəlif ölkələrindən gəlir. Amerika, Almaniya, Rusiya, Çin, Polşa, Çexiya, Türkiyə və başqa ölkələrdə təhsil alan gənclərimiz sözsüz ki, bizdən də nəsə götürdülər. Həm də onların uşaqlıqlarının və gəncliklərin memarı olan bizləri, 27 kollektivini hörmətlə yad elədiklərini dönə-dönə vurğulayırlar. Yüksək bilik verməklə yanaşı, əsl insan yetişdirən bu məktəbin öz ənənələri var. Qazi və şəhid məzunlarımız, yüksək bal toplayan məzunlarımız, dövlətin inkişafı üçün müxtəlif vəzifələrdə çalışan məzunlarımız, elmi dərəcəsi olan məzunlarımızın hər biri bizim fəxrimizdir. Onların arxasında məktəb faktoru dayanır. Əvəz olunmaz müəllim əməyi dayanır. Надежда Чабановна, как и выпускница, так и преподаватель в нашей школе. Она у нас 10-й юбилейный выпуск, и после университета вернулась к нам преподавать. Мне хотелось бы вспомнить о первых 10 годах, которые я проучилась в этой школе. Я 10-й выпуск этой школы, то есть юбилейный. И выпускники нашей школы всегда обращали на себя внимание при поступлении в вузы. И, конечно, наверное, поэтому, когда я закончила школу, закончила институт, я с радостью вернулась сюда в школу. Мои дети здесь учились. В этой школе в одном классе я училась со своим будущим мужем. Так что, конечно, эта школа для меня значит очень и очень многое. Cümşüd, Səlgən müəllimə bizim məktəbimizdə 22 il pedaqoji stajı, 11 il isə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışmışdır. 27 nömrəli məktəbin mənim həyatımda çox böyük rolu var. Mənim uşaqlarım, evladlarım, nəvələrim, indi də nəticəm bu məktəbdə təhsil alır. 10 il bu məktəbdə təlim-tərbiyə işləri üzrə
direktor müavini işləmişəm. Əvvəl bir valideyn kimi, sonra isə müəllim kimi məktəbin bütün tədbirlərində yaxından iştirak eləmişəm. Mənim sevdiyim bu sənəti mənim qızım davam elətdirir və 27 nömrəli məktəbdə rus dili ədəbiyyat fənnini tədris edir. Девочки, помните, как нас принимали в пионеры? Да. Дом культуры здесь. Да. Это была Самсон. Məktəbimizin məzunları arasında ünsiyyət, birlik və həmrəyliyin təmin edilməsi müsbət enerji yaradaraq ənənəyə çevrilə bilər. Məzunlarla görüşdə onların hər biri məktəbdən ayrıldıqları dövrdən bugünə qədər əldə etdikləri fərdi praktik və bilik və bacarıqlarını böyük məmnuniyyətlə təhsil alanlarla bölüşmək istədiklərini bildirdilər. Bu əslində məktəb heyəti üçün ən böyük dəyər və ən böyük deyərdim ki, uğurdur. Bütün məzunlarımıza təşəkkür edir və onlara daha böyük nailiyyətlər əldə etməyi arzu edirəm. Məktəbini sevən, peşəsinin sirlərini yaxşı öyrənən məzunlarımızın peşəkar kadr kimi özləri qədər uğurlu gənclər yetişdirməsi məqsədi ilə birləşəcəklərinə və ölkəmizin inkişafına töhfə verəcək insan resursu hazırladığına, bilavasitə rol oynayacaqlarına inanıram. Hər bir məktəbin uğuru həm də onun təhsil alanlarının uğurları ilə ölçülür. У меня сын учится в этой же школе. Я даже представить не мог, что мы жили вообще в другой стране, в другом городе, и вдруг мой сын, оказывается, будет учиться в этой же школе, где учился я. Такая приятная такая традиция. Школа меня научила отстаивать свое мнение всегда. И школа меня научила любить, в смысле отношения к женщине, потому что первая любовь – это всегда школа. Вот, и принимать решения, как относиться к девочке, потом к девушке, потом к женщине. Это все из школы. Но я бы поставил в своей школе высший балл за то, что она научила меня всему этому. Müəllimlərimiz yalnız bizə elm öyrətmədilər. Eyni zamanda düzgün insan olmağı, əməkdaşlıq etməyi, əxlaqı və məsuliyyəti aşıladılar. Hər birinizə sonsuz təşəkkür edirəm. Səbriniz, dəstəyiniz və fədakarlığınız üçün. Bu məktəb bizi həyata hazırladı. İndi fərqli sahələrdə olmamıza baxmayaraq bu köklər ortaqdır. Gəlin keçmişə hörmətlə yanaşaraq gələcəyə daha güclü addımlar ataq. Əziz məktəbim, burada qazandığım hər bir dəyər üçün minnətdarım.
Məktəbi bitirən ili həqiqətən bütün sinif yoldaşlarımız bir nəfər kimi hamı universitetə qəbul oldu. 24 yaşında alimlik dərəcəsi almışam və 24 yaşında artıq mən iqtisad elmləri üzrə fəlsəfə doktoru. Bu mövqeyə gəlib çıxmağımızın təməli bu məktəbdən irəli gəlir. Bəzən məktəblərdə olurdu dərsdən qaçmaq, nə bilim dərsə gəlməmək və s. Amma bizim sinifdə elə bir hal yaşanmamışdı. Ömründə bircə dəfə dərsdən qaçmışam. Onda da təsadüfən atam hərbiçi idi. Onda da gəlib üstünə çıxmışdı və belə bir bəxtsiz hadisə baş vermişdi. Və əslində düşünürəm ki, keçdiyimiz dərslərin metodikasından çox müəllimlərin şagirdlərə yanaşması bizə həyat fəlsəfəsini öyrətdi. Bizdən öncəki tələbələri də görəndə, məzunları da görəndə mən bir daha əmin oluram ki, doğrudan da məktəb əsası elə qurulub ki, burada artıq şəxslər yox, idarəetmə strukturu öz sözünü deyir, məktəbin gücü öz sözünü deyir, məktəbin idarəetməsi öz sözünü deyir. Bilirsən ki, bu qonağımız ilk Azərbaycan bölməsinin müəllimidir. Bəli, bilirəm. Hətta o ilk ibtidai sinifin müəllimi olub. Bu məktəbə məni gətirən yollar öz evladlarım olub. 86-87-ci illərdə uşaqlarım bu məktəbə gəldi. O yolu oradan başladım mən. Və nəhayət 89-cu ildə bu məktəbdə Azərbaycan bölməsi açıldı. Açılan kimi elə məni ilk ibtidai sinif müəllimi kimi işə qəbul elədilər. O vaxtdan da 2020-ci ilə qədər mən bu məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərdim. Hər kəsin həyatında problemlər yaşanır. Mən heç vaxt problemləri məktəbə gətirməmişəm. Uşaqlar həmişə məni güləriz görüblər. Onlarla fəxr eləmişəm. Dərs edim, uşaqların səsi sorağı həmişə yüksək yerlərdən gəlib. Bu sənətimi mən öz qızıma da yansıtdım. İndi mənim qızım da bu məktəbdə ingilis dili dərsini tədris edir. Öz sənətimlə də fəxr eləyirəm, o qızımın işindən də fəxr eləyirəm. Nəvələrim bu məktəbdə təhsil alırlar. Hər dəfə onların dalınca gələndə məktəbin divarları mənə o qədər doğmadı ki, inanın kövrülər. O divarlara baxıram, daşa divara baxıram, kövrəlirəm. Yeganə Məhəmmədova bizim riyaziyyat müəllimidir. Və məktəbimizin təlim-tərbiyə işləri üzrə direktor müavinidir. İlk dərs günüm 10-cu A sinifində idi. Şagirdlərdən biri zəngdən sonra qapını döymədən içəri daxil oldu. Mən o şagirdi təkidlə koridora çıxartdım və ondan təzədən qapını döyüb içəri girməyini tələb elədim. Sağ olsun şagird sözümü dinlədi və çıxıb dəhlizdən təzədən qapını döydü və içəri daxil oldu. Dərsi keçdim. Dərs bitdi. Bütün şagirdlər tənəffüsdə olanda mən o şagirdi fərdi qəbul elədim və ondan söhbət elədim. Nəticədə həmin şagirdimiz indi prokurordur. Bax, belə şagirdlərlə mən fəxr eləyirəm. 2025-ci ilin nəticələrinə görə 200-dən yuxarı bal yığan 50-dən çox şagirdimiz var. Şagirdlərimin intellektual səviyyəsi, dünya görüşü, müəllimlərə hörməti, böyük-kiçik yeri bilməyi, məktəb tədbirlərində iştirak eləməkləri ilə fəxr eləyirəm. Алла Игоревна преподавала в нашей школе географию. А ее дети – выпускники нашей школы, которые трудятся в различных сферах нашей страны. Я проработала в 27-й школе ровно 10 лет. Очень интересный был контингент, прекрасные ребята, и с ними можно было проводить любые проекты. Создали оркестр музыкальных инструментов. Очень много было различных проектов. Один из них был посвящен БАМ, Байкало-Амурской магистрали. Я увидела
что какое большое значение имел БАМ для нашего лидера Гейдара Алиева, я была удивлена, что я даже не думая, что проводила такой вот интересный проект. Работая в этой школе для меня был, можно сказать, школа жизни. Deyə bilərəm ki, məktəbdə oxuduğum müddətdə mən digər uşaqlardan fərqim olub, əslində çox böyük bir fərqim olub. Bu da anamın həmin məktəbdə işləməsi ki, mən digər uşaqlar kimi qaça bilməmişəm, çox şuluqluq eləyə bilməmişəm. Sinif yoldaşlarımızla hal-hazırda, yəni görüşəndə də belə ilk öncə məktəbdən olan xatirələrimizdən danışıb, sonraki həyatda gördüyümüz işlərlə bağlı söhbətlər aparırıq. Amma bu mütləqdir ki, hər dəfə görüşəndə biz məktəbdən danışmalıyıq, müəllimələrimizdən danışmalıyıq. Bu məktəb əsl vətəndaşlar yetişdirirdi. Bu məktəb belə bir insanları yetişdirirdi, onlar bilirdi ki, pis oxumaq yaxşı bir şey deyil. Zəif olmaq yaxşı bir şey deyil. Cəmiyyətə faydalı olmaq lazımdır. Mənəvi dəyərləri, maddi dəyərlərdən üstün tutmaq lazımdır. Və mən tam əminəm ki, 27 nömrəli məktəb bugün də bu cürdür. Bizim məktəbimizin məzunları dünyanın bir çox şəhərlərində yaşayıb fəaliyyət göstərdilər. Bunlardan da biri Moskva şəhərində yaşayan Mehdi İbn Azimdir. Gəl onda Moskvaya bağlanaq. Я хочу рассказать маленькую историю. В середине 90-х я познакомился с судьей военного трибунала Бакинского гарнизона. Мы разговорились, он тоже оказался выпускником 27-й школы только в середине 70-х. Он мне задал один вопрос. А ты знаешь, где похоронен Марик Александр Львович? Был такой учитель физики в 27-й школе. Я сказал, да, я хоронил его, я знаю, где его могила. Мы поехали на Волчьи ворота. Он положил на могилу цветы и долго стоял. На мой вопрос, а что ж такого сделал для тебя этот учитель? Он ответил, он оставил меня на 2-й год. Как? Он оставил тебя на 2-й год, а ты принес цветы на его могилу? Удивленно спросил я. Если бы он меня не оставил на 2-й год, вряд ли бы я сейчас был судьей. Cümşüd, sən hansı ölkələrdə olmusan? Türkiyə, İtaliya. İsveçdə olmusan? Yox. Amma bizim məzunumuz Elşən Cabbarlı İsveçdə şirkət sahibidir. Gəl indi də ona baxaq. Я очень часто вспоминаю свою школу. Это была школа интернациональная, это была школа любимая. Мы ходили в эту школу как на праздник каждый день. Встречались со всеми учениками, с учителями. Хочу рассказать смешную историю про инерцию. У Марика вот инерция. Мы проходили что-то про инерцию. Вот, урок был. И я ему рассказывал про этот урок. Он сказал, вот, Джабарлы, расскажи, что такое инерция? Я ему сказал, что когда цепляешься за поезд и едешь на нем, и спрыгиваешь, и ты по инерции бежишь за поездом. За это он мне поставил 3 с плюсом. Mən daha bir material tapmışam. Nə material? Bizim məzunumuz Praqa şəhərindədir. Nə yaxşı, onda baxaq.
bizim məktəbimizin müəllimlər heyəti çox güclü idi və dərslər o dərəcədə yüksək səviyyədə keçirilmişdir ki, xüsusən ingilis dili illər keçsə də verdikləri birlik unudulmamışdır. Məktəbdən sonra təxminən 10 il ərzində ingilis dilindən heç istifadə etməmişdim. Lakin buna baxmayaraq mənim ilk işçi vəzifəm ingilis dilindən tərcüməçi idi. Artıq böyük qızım da bizim məktəbini bitirib, hal-hazırda Çexiyada ali təhsilini davam etdirir. Kiçik qızım isə 10-cu sinifdə bizim məktəbimizin 10-cu sinifdə oxuyur. Əziz müəllimlərim, məktəb rəhbərliyi və məzun dostlarım. Hər birinizi Amerikanın Georgia ştatının Athens şəhərindən salamlayıram. Ümid edirəm ki, bugün olduğu kimi gələcəkdə də məktəbimiz daha savadlı, daha peşəkar, vətənə, millətə faydalı şagirdlər yetişdirəcək. Школа – это, наверное, самое лучшее время в истории человеческой жизни, потому что 6-7 лет мы туда идем, заканчиваем уже взрослыми. Время обучения в школе – это время становления нашей личности. Первые юношеские влюбленности, почему-то это мне первое в голову пришло, и не одна. И даже институтские годы и все последующие – это уже какая-то такая взрослая суета, карьера, работа. А школа – самое такое чистое, наверное, время, которое незабываемое. Qürurla vurğulamaq istəyirəm ki, 27 nömrəli məktəb bu uzun müddətli pedaqoji prosesdə həm də dəfələrlə Respublika fənn olimpiadalarının qalibi olmuş şagirdlərin məktəbi olmağı bacarmışdır. Respublika fənn müsabiqələri, beynəlxalq və yerli elm müsabiqələrində nailiyyəti olan şagirdlərimiz məktəbimizin təhsil səviyyəsi haqqında kifayət qədər əsaslı göstəricilərdir. Şagirdlərimizin yerli və xarici müsabiqələrdən qazandıqları diplom, sertifikat və medallar, eləcə də dövlət imtahanlarından son illərdə xüsusilə də artmaqda davam edən yüksək ballar, o cümlədən hər il çoxsaylı fərqlənmə attestatları, 11-cilərimizin qızıl medalları məktəbin həm də pedaqoji heyətinin və biz rəhbərlərin yeni nəsli həvəslə öyrətməyə, gələcəyə inamla baxmağa ilhamlandırır. Onu da demək istəyirəm ki, məktəbimizin yalnız akademik sahədə deyil, yaradıcı və idman sahəsində də özünə məxsus dəst xətti var. Son 10 ildə idman sahəsində nailiyyətlərimiz sağlam fiziki hazırlığı olan gənc nəslin formalaşmasındakı rolumuzu məsuliyyətlə icra etdiyimizi göstərir. Mənim övladlarım da bu məktəbdə təhsil alır. Hər gün bu məktəbin pilləkənləri ilə yuxarı qalxmaq, dərslərdə iştirak eləmək, tədbirlər, dərslər hazırlamaq, canbaşla iştirak eləmək mənim üçün bir həyat tərzi oldu. Və mən şagirdlərimin hər bir uğurunu, hər bir tutduğu yeri görəndə həmişə qürurlanmışam. 27 nömrəli məktəbə mənim üçün bir fəxarət yeridir. Geriyə dönüb baxanda bir qürur hissi keçirirəm. 27 nömrəli məktəb mənim üçün təkcə adi bir bina, adi bir təhsil müəssisəsi deyil. Bu mənim ikinci evim, bu mənim ailəm, bu mənim sevincim, zəhmətim, bu mənim sevgimdir. Bu məktəbin hər daşında, hər bir divarında mənim əl izim var. Mənim ürəyimin səsi var.
Məktəb mənə çox böyük təcrübə verdi. Çünki hər səhər mən tezdən məktəbin qapısını açırdım, şagirdləri, müəllimləri qarşılayırdım və burada bütün sinif otaqları mənim üçün mənə tanışdı, mənim üçün hər müəllimlər əzizdir, yəni onlarla indi də mən əlaqə saxlayıram və məktəb mənə doğrudan böyük təcrübə verdi. Yəni bu təcrübəyə əsasən mən 4 kitab yazdım. Məktəbimizdə bu təhsilin keyfiyyəti bilavasitə burada fəaliyyət göstərən müəllimlərin peşəkarlığından qaynaqlanan bir məsələ idi. Məhz müxtəlif fənn müəllimlərimiz var idi ki, canlarını qoyurdular ki, yəni sinifdə olan bütün şagirdlər həmin o fənnin sirlərinə yiyələnə bilsinlər. Həmin müəllimlərin bizə öyrətdikləri nəticəsində bizim şagirdlərimiz, mənim sinif yoldaşlarım 2004-cü ildə yüksək göstəricilərlə ali məktəblərə daxil oldular. Mən onu deyə bilərəm ki, yəni bu məktəb həqiqətən də mənə o qədər doğma gəlir ki, hər dəfə belə deyək, bu məktəbin yanından keçəndə köhnə xatirələrim yadıma düşür. Məktəbimizdə hər hansı bir tədbir keçiriləndə sanki biz də uşaqlaşırıq. Şagird vaxtlarımız gəlir, gözümüzün önündən keçir. O illərə qayıdırıq. Mənimlə yaşıd olan, ununa yığışdığımız bu təhsil ocağının axarlı-baxarlı anlarının artıq mənim üçün bir xatirəyə çevrildiyi məqamda öz ürək arzularımı misralarla demək istərdim. Gəlin sizə söhbət açım ocaqdan, bu ocaqda olub və olacaqdan. Təhsil alıb ayrıldığım o çağdan şagird olmaq istəyirəm yenidən. Təhsil ocağı sehirli bir dünyadır. Duz dağı tək tükənməz bir qayadır. Bilik verən bir ümmandır, dəryadır. Şagird olmaq istəyirəm yenidən. O çağlarım xoş duyğulu xatirə, gündəlik tək yazıb düzdüm sətirə. Xatirə dəftərinə yazdı xatirə. Şagird olmaq istəyirəm yenidən. İllər ərzində bu məktəbdən, bu məbəddən, bu təhsil ocağından müstəqil həyata qədəm qoyan neçə-neçə şagirdlərimiz, neçə-neçə bizim övladlarımız olub ki, bu övladlarımız nəinki Azərbaycanda, eyni zamanda Azərbaycan hüdudlarından kənarda da ölkəmizi layiqincə təmsil edirlər. Bizim torpaqlarımızın azadlığı uğrunda mübarizə aparan qəhrəman övladlarımızın sırasında 27 nömrəli tam orta məktəbi bitirən məzunlarımız da var idi. 27 nömrəli məktəb əvvəllər də olduğu kimi bundan sonra da hələ neçə-neçə uğurlara imza atacaq. Ana vətəni sevmək və qorumaq lazımdır. Bu ana vətəni sevdilən isə bizə məktəb olur. Çünki həmin yaşda, həmin ərəfədə insanın o hissləri formalaşmır, şuuru istədiyin həddə gəlib çatmır. Amma məktəb vaxtında zaman-zaman o hisslər artıq bir iradəyə, bir xarakterə çevrilir. Şuur getdikcə tamamilə inkişaf edir və bütün şəxsiyyət kimi formalaşmağında həqiqətən məktəbin bu böyük rolu vardır və vətəni sevmək, milli dəyərlərimizi qorumaq, onlara sahib olmaq bizə məktəbdən öyrədir.
2020-ci ilin sentyabrdan başlayan Vətən müharibəsində iştirak etmişəm. Füzulinin azad olunmasına görə, Şuşanın azad olunmasına görə, həmçinin Vətən müharibəsi iştirakçısı medalları ilə təltif olunmuşam. Məktəbdə kişi müəllimlərin sayı azdır, bunu hamımız bilirik. Ona görə də həm gənc, həm kişi müəllim olaraq auditoriyaya daxil olanda onların reaksiyaları bir başqa cür olur bizə qarşı, mənə qarşı. Səmimi olmağa çalışıram həmişə şagirdlərlə, onlar da məndən səmimidir. Bu məktəb mənim üçün ikinci bir evim oldu. Mən bura hər gün iş xatirinə, işləmək üçün yox, sevə-sevə gəldim. Kollektivin mənə qarşı olan qayğısı, münasibəti, rəhbərliklərimiz başda olmaqla bu unudulmaz, heç vaxt unudulmaz. Mən bu məktəbə ona görə gəldim, çıxdım ki, 93-cü ildə bildiyimiz kimi torpaqlarımız işğal olundu və bizim ailədən mənim kiçik qardaşım Əsədov Yalçın Asifoğlu 90-cı illərin müharibəsində könüllü olaraq universitetin atdı, işini atdı. O Bakı Universitetində oxuyurdu qiyabi və o dedi ki, sabah erməni gələndə mənim anamı, bacımı kim qoruyacaqdı? Getdi və özünü ən qaynar əsrin faciəsi olan Xocalıda orada döyüşdü və bugünə qədər o itkin şəhiddir. Allah cəmi şəhidlərimizə rəhmət eləsin, məkanları cənnətdir. Allah onların cənnətdə ən uca məqamda eləsin məkanlarını. Qazilərimizə də can sağlığı versin. Dövlətimiz də, ölkəmiz də hər zaman bərqərar olsun. Dost yanında başımız uca, düşmən yanında fəxr edək, fəxr ilə dayanaq. Buna bizim haqqımız var. Bunu bir daha biz ordumuz sübut elədi. Vətən və millət yolunda öz istəyi ilə canından keçməyə razı olan insanların fəth etdiyi ən yüksək, şərəfli zirvədir şəhid olmaq. 44 günlük savaşın başladığı gündən ön cəbhədə düşmənə qarşı cəsarətlə döyüşən şücaətli vətən oğullarımızın arasında məktəbimizin məzunlarının da olması bizi bu vətənə daha sədaqətlə xidmət etməyə bir daha sövq edir. Məktəbimizin məzunu Əliyev Rüfət Füzuli oğlu 2020-ci ildə, Nəzərli Hikmət Babaoğlu isə 1992-ci ildə vətənimizin bütövlüyü uğrunda qəhrəmancasına vuruşaraq şəhid olmuşdular. Nur üzlü və yüksək əzmli şəhidlərimiz, hamımız sizə vətənimizin bütövlüyünü borcluyuq. Haqqınızı ödəyə bilmərik. Doğma məktəbiniz, müəllimləriniz sizi heç vaxt unutmayacaq. Vətənin, millətin yolunda döyüşən, öz canlarını fəda edən şanlı Azərbaycan ordusunun əskər və zabitləri tariximizin şərəf və qəhrəmanlıq salnaməsini yazmışdılar. Onların adı, ruhu hər bir Azərbaycanlı üçün iftixar mənbəyidir. Məktəbin müəllim heyəti təhsil və tərbiyənin əsas ötürücü qüvvəsidir. Bu cəhətdən yanaşıldıqda, müəllimə münasibət formalaşmaqda olan gənc nəslə, böyüyə münasibəti və ömrünü peşəsinə həsr etmiş ziyalıya diqqəti aşılayan incə məqamdır. 27 nömrəli tam orta məktəb olaraq, biz də hər zaman illərlə bu məktəbdə fəaliyyət göstərmiş, ömrünü məktəbin ictimai işlərinə, təhsilə həsr etmiş təqaüdçü müəllimlərini hörmətlə xatırlayır və tez-tez məktəbə dəvət edir. Məktəbin xüsusi əhəmiyyətli günlərində də ən dəyərli qonaqları hesab edirik.
Mən bütün pedaqoji heyəti, məzunlarımızı, təhsil alanları 65 illik yubiley münasibətilə ürəkdən təbrik edir, fəaliyyətlərində uğurlar arzulayıram. Azərbaycanda təhsil sisteminin təkmilləşməsinə çox böyük diqqət göstərilir. Təhsil bizim gələcəyimizdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev.